İş o vaxt cəmi bir ay əvvəl Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin edilmiş Heydər Əliyevə tapşırıldı. Heydar 3-cü günü gəldi çıxdı. Laf bizim o Kərkican kəndinə də gəldi. O danışdı hamını o yana bir yana bax belə bax Heydar elə bir bax belə gözümün qabağındadır. Ondan danışdırandan sonra hamı qutarandan sonra dedi böylə belə bir dənə Müslüman, bir dənə erməni desə ki bizi qarışdırın da Ermənistana 25 kilo şeylə buradan Misir'e gedilecek. Heydər Əliyev dedi ki, bunların heç birinin, bu 3 nəfərin birinin də xəbəri yoxdur. Bunların üstə şər yaxıblar. Heç birinin xəbəri yoxdur. Çıxış elədi. Hamı da bunun çıxışını eşidirdi orada. Qaradağlıda, orada, qəbirstanlıqda. Yoldaş Heydər Əliyev gələndən sonra bildi ki, bundan Ərşadın xəbəri yoxdur. Bunu eləyən hamısı ermənilərdir. O uşağı öldürənlər ermənidir. Nəyə görə öldürüblər? Nazirlər məhkəmədə erməniləri tutandan sonra bildirər nəyə görədir. Hamısı bilinir nəyə görə tutublar erməniləri. Heydər Əliyev yoldaş gələndən sonra onun əli ilə mənim yoldaşım Məmmədov Ərşada zərər verildi. Bu cinayət işi ilə bağlı 73 nəfər cani tutuldu. Qanlı aksiyanın başçılarından olan Arkadi Mançarov, Baqrat Ulubabyan və başqaları aradan çıxaraq özlərinə İrəvanda sığınacaq tapdılar. İstintaqın gedişində həbs edilmiş 73 nəfərdən 53-ü müəyyən müddətdən sonra buraxıldı. 20 nəfəri isə cinayət məsuliyyətinə cəlb olundu. 1968-ci il mayın 21-dən iyulun 23-nə qədər keçirilmiş məhkəmə iclaslarının nəticəsi olaraq Benik Mavsisyan və daha 4 erməniyə güllələnmə hökmü oxundu. Digərlərinə isə 2 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası kəsildi. Bundan sonra erməni daşnaqları 20 ilə yaxın öz başlarını bir daha qaldıra bilmədilər. ...1969-cu ildən Azərbaycan tarixində dönüş mərhələsinin təməli qoyuldu və Respublikanın, o cümlədən Xankəndi şəhərinin iqtisadi, siyasi və mənəvi həyatında dinamik inkişaf baş verdi. 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1970-ci illərdə Azərbaycanda idarəçilik sistemi xeyli möhkəmləndi. Heydər Əliyev hakimiyyəti gəldikdən sonra regionların, o cümlədən Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadi, sosial və mədəni inkişafına diqqəti daha da artdı. 1970-ci ilin əvvəlindən başlayaraq Şuşa şəhərinin tarixi abidələrinin bərpa olunmasına, yeni binaların tikilməsinə başlanmışdı. 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük məqbərə ucaldılmış, Şuşa şəhərində Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri açılmış, Xan qızı Natəvanın heykəli qaldırılmışdı. Dağlıq Qarabağda əhalinin təminatı həmişə Azərbaycan üzrə orta göstəricilərdən yüksək olmuşdu. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnstitutu açıldı. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu çəkildi. Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində 70-ci illərdə erməni separatçıları açıq çıxışlardan çəkinmiş, 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldırılsa da Heydər Əliyev onun qarşısını qətiyyətlə almışdı. 1980-ci illərin statistik məlumatlarına görə Dağlıq Qarabağda 52 müasir sənaye müəssisələri var idi ki, həmin müəssisələr yüzlərlə növ məmulat buraxırdı. Həmin illərdə Xankəndi sənaye müəssisələrində ipək məmulatları, elektrik cihazları, kondensatorlar, musiqi alətləri, ət və süd məhsulları, spirt və başqa məhsullar istehsal olunurdu. 20-ci yüzilliyin 70-80-ci illərində Azərbaycanda 218 yeni sənaye müəssisəsi istifadəyə verildi ki, bundan 15-i Muxtar vilayətin payına düşürdü. Dağlıq Qarabağ Muxtar vilayətində yaradılmış belə müəssisələrdən biri SSR-nin 50 illik adına Xankəndi ayaqqabı fabriki idi. Əsası 1970-ci ildən qoyulan həmin sənaye müəssisəsi 1972-ci ildə tam istifadəyə verilmişdi. Xankəndi ayaqqabı fabrikinin layihəsi
Heydər Əliyevin təşəbbüsü ilə Kiyevdə hazırlanmışdı. Ümumiyyətlə 1970-1985-ci illərdə Respublikanın rəhbəri Heydər Əliyevin şəxsi təşəbbüsü və aktiv fəaliyyəti nəticəsində Azərbaycanın Xankəndi şəhərində sənaye üstün, sürətlə və dinamik inkişaf etdi. Xankəndi sənayesindəki göstəricilər ölkənin şəhərləri ilə müqayisədə üstün olmuşdu. 15 il ərzində Xankəndi sənayesi istehsal artım göstəricisinə görə ümumrespublika səviyyəsini 3 dəfə ötüb keçmişdi. Sənayedə məşğulluq göstəricilərinə görə Xankəndi şəhəri yalnız Bakı və Sumqayıt şəhərlərindən geri qalardı. Xankəndi baxmayaraq ərazisi o qədər də böyük deyildi, əhalisi o qədər də böyük deyildi. SSR miqyasında bir çox sahələr üzrə aparıcı müəssisə kimi tanınırdı. Elə götürək ki, Xankəndi İpək kombinatını. Mən ermənilərin o daşnaqları olan, ən irticaçı nümayəndələri olan çoxları ilə görüşmüşəm. Mən Dağlıq Qarabağa getdim. Henrik Pagelsan Vilayət Partiya Komitəsinin birinci katibidir. Yox, danışmaq istəmirdi. Deyirdik, biz geri qalırıq, bizə pul ayırmırlar, bizim vəsaitlərimiz yoxdur. Mən cəzbələri onlara paylayanda onlar gördülər ki, tamamilə yalan deyirlər. Yəni, bugün artıq bu həqiqətdir ki, onların bu iqtisadiyyatı ilk növbədə ortaya atmaları geriliyi tamamilə yalanmış, məqsəd tamamilə başqa şeydir. Dağlıq Qarabağ SSR miqyasında ən yüksəkdə gedən regionlardan biridir. Qarabağda insanlar daha çox yüksək həyat şəraitinə malik idilər və belə bir şəraitdə onların bu iddiası həqiqətən çox haqsız idi. Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların Böyük Ermənistan xülyasını gerçəkləşdirməyə yönəlmiş strateji planlarının tərkib hissəsi idi. Ona görə də ermənilər ənənələrinə sadiq qalaraq həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. Qarabağ hadisələri, ermənilərin separatçı hərəkatı keçmiş Dağlıq Qarabağ Muxtar vilayətinin mərkəzi Xankəndi şəhərində başladı və ilk zərbəni də Xankəndidə yaşayan Azərbaycanlılar aldılar. Azərbaycanlılar iş yerlərinə buraxılmadı, şagirdlər məktəbə gedə bilmədilər. İlk itirilən şəhər də Xankəndi oldu. 1987-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə imza toplamağa başladılar. Bu tələblərin qarşısını almaq məqsədi ilə Azərbaycanlılar prokurorluğa, Dövlət Təhlükəsizlik Komitəsinə, Ali Sovetə, Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etdilər. Lakin bunların heç birinə məhəl qoyulmadı. Hadisələr 1988-ci ilin fevralından daha aqressiv məcraya yönəldi. Fevral ayında İrəvanda və Xankəndində erməni ekstremistlərinin mitinqlər dalğası başladı. Fevralın 13-dən isə ermənilər maşınlarla Əsgərandan Dağlıq Qarabağ Muxtar vilayətinin partiya komitəsinin binasına gələrək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə orada çadır qurdular. Daşnaqlar vilayət partiya komitəsinin sədri Aslanov Armayis Armenakoviçi tutduğu vəzifədən azad etdirdilər və onun yerinə Osipovu gətirdilər. May ayının 25-dən isə vilayət partiya komitəsində məsul vəzifədə çalışan Azərbaycanlılar işdən çıxarıldı. İlk olaraq ermənilər 1988-ci il sentyabrın 18-də Xocalıya hücum etdilər. Güclü müqavimətlə rastlaşdıqdan sonra onlar Xankəndində olan Azərbaycanlıların evlərinə basqınlar təşkil etdilər. Onlar tanıyırdılar da, hamısı bir yerdə yaşayırdı. Mən o veduşların içərisində idim. Birinci mən axtardım. Sabir müəllim deyir, Karavataq, bax, gəlib sındırıb giriblər içəri, deyirlər Karavatın altında zanda olacaq. Yox. Məni göstəydilər, balqondan ataj edirlər. Düşdüydüm onların əlinə. Xeyli xeyirləri yandırmışlar, xüsusi evləri. Oradan da Şuşadan da görükürdü. Mayor Şahbəzyanın başçılığı altında yerli milis idarəsində və Ermənistanda çalışan milis işçilərindən ibarət dəstələr yaradıldı.
Azərbaycanlıların yaşadıkları evləri yandırmaq üçün bu dəstələrdən hər biri bir küçəyə nəzarət edirdi. Ümumilikdə ermənilər 59 ev yandırdılar. Talanlar törətmək məqsədi ilə Kərkicahan qəsəbəsinə də hücum edən ermənilər orada müqavimətlə üzləşdikdən öz çirkin niyyətlərini həyata keçirə bilmədilər. Xankəndinin mərkəzindəki küçələrdə 270-ə qədər Azərbaycanlının yaşadığı mənzillər qarət olundu. Orada yaşayanları döyərək yaşadıkları evlərdən çıxarırdılar. 2 gün ermənilər talan və qarətlərini davam etdirdilər. Sentyabrın 20-sində Moskvadan gələn əmrə əsasən Xankəndində komendant saatı tətbiq edildi. Bununla bağlı Xankəndinə gələn general öz işinə ciddi yanaşdığından və komendant saatına lazımi qaydada əməl olunduğundan ermənilərin çirkin əməllərinə bir müddət ara verildi. Lakin daha sonra ermənilər həmin generalın geri göndərilməsinə nail oldular. Ermənilərin hücumlarından zərər görən Azərbaycanlı ailələr Xankəndini tərk edərək Ağdam, Şuşa, Xocalı və digər ətraf rayonlara pənah gətirdilər. Bir müddət sonra SSR Ali Sovetinin rəyasət heyəti 1989-cu il yanvarın 12-sində Azərbaycan Konstitusiyasına zidd olaraq Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə komitəsi yaratdı. Komitənin sədri vəzifəsinə Arkadi Volski təyin edildi. Ermənilər xüsusi idarə komitəsinin fəaliyyətini sabotaj edərək Azərbaycan dəmir yolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və meşələri qırmağa başladılar. Arkadi Volskinin baş verən hadisələrə bir tərəfli münasibəti ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə yeni imkanlar açdı. Nəticə etibarilə belə bir komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. ...1989-cu ildən başlayaraq Xankəndindən Azərbaycanlı əhalisi deportasiya olundu. Bir neçə min nəfər əhali isə işğal gününə qədər o zaman Xankəndi şəhərinin tərkibində qəsəbə statusu almış Kərkicahanda qaldı. Onlar erməni daşnaqlarının vəhşiliyi ilə üzləşdilər. Buna görə əhali gizlincə Malıbəyli tərəfdən Ağdama, Şuşaya və Bakıya gəldi. Həmin insanların bir çoxu erməni puskusuna düşdü və işgəncə ilə öldürüldü. 1991-ci ilin dekabrında SSR öz mövcudluğuna son qoydu. Xankəndindəki ermənilər bunu fürsət kimi bilib, dərhal şəhərdə yerləşən hərbi bazaya hücum edərək oradakı bütün silahları ələ keçirdilər. Döyüş zamanı bir neçə erməni silahlısı və bir Rus əskər öldürüldü. Bazada olan Rus əskərlərinin bir hissəsi ermənilərlə vuruşmağa razılıq verdi. Buna razı olmayanlar isə Qarabağdan qovuldular. Lakin bundan əvvəl Xankəndində yerləşən 366-cı moto atıcı alayının Rus əskərləri öz silahlarını ermənilərə satmağa başlamışdılar. 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsi və bununla da bütövlükdə Xankəndi şəhəri erməni qüvvələri tərəfindən işğal olunur. Bunlar hissə-hissə palatqalar qurdular kəndin başında, kəndin ayağında. Ki, kəndi qoruyalım. Çıxmaq nədir? Axıra qədər döyüşlə çıxmışlar. Xankəndi şəhəri erməni silahlarına döyüşsüz təslim olmayıb. Şəhər uğrunda onun hər daşı, kəsəyi, küçəsi və evi uğrunda çox ağır silahlı toqquşmalar baş verib. Qüvvələr qeyri-bərabər olduğundan erməni silahlılarına Rusların 366-cı moto atıcı alayı kömək etdiyinə görə doğma yurdlarını müdafiə edən Azərbaycanlılar geri çəkilmək məcburiyyətində qalıblar. Ümumiyyətlə Xankəndinin müdafiəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xankəndi şəhəri 100-ə qədər şəhid verib. Xankəndi şəhərinin igid şəhidləri sırasında erməni daşnaqlarının dözülməz işgəncələrinə baxmayaraq son nəfəsinədək Qarabağ Azərbaycanındır deyən Fərhad Atakişiyevi, Respublikada örnək ola biləcək döyüş yolu və sərkərdəlik qabiliyyəti ilə fərqlənən bir sıra kəndlərin erməni silahlılarından azad olunmasında əvəzsiz xidmətləri olmuş, vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın milli qəhrəmanı Şirin Mirzəyevi bir sıra mühüm əməliyyatlarda iştirak etmiş və 1992-ci ilin mart ayında qəhrəmancasına həlak olmuş, Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüş Nizami Məmmədovu örnək göstərmək olar.
Tək ermənilər bir də heç nə elə bilməzdilər. Ermənilər nə eləyibsə onların əli ilə eləyib. Rusların əli ilə. Oradakı bütün praporşiklər, onların müavinləri, hamısı ermənilər idi. 366-cı polkda. Onlar o silahla nə eləyiblər bizə qarşı onlar eləyiblər. Onların silahı ilə. Xankəndi igidləri Qarabağın bütün bölgələrində erməni işğalçılarına qarşı amansız mübarizədə iştirak edib. Məsələn, 1991-ci il dekabrın 28-dən sonra Kərkicahanın bir neçə dəfə ermənilərdən alınmasında xidmətləri olmuş Daxili Xidmət leytenantı Gündüz Səmədov doğma yurdunun işğalından sonra Şuşanın müdafiəsində dayanmağa başladı. 1992-ci ilin martından o, Şuşa həbs evinin rəisinin növbətçi köməkçisi vəzifəsində çalışmışdı və 1992-ci il may ayının 8-də Şuşanın işğalı günü Şuşa həbsxanasında cəza çəkən 27 Azərbaycanlı məhbusu ermənilərə əsir düşməməsi üçün azad etmiş, silah-sursat verərək onların da Şuşanın müdafiəsinə qatılmalarını təmin etmişdi. Gündüz Səmədov avtomat silahı ilə düşməni susturduğu an başından aldığı snayper gülləsindən qəhrəmancasına həlak olmuşdu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Gündüz Səmədov Vətən uğrunda medalı ilə təltif edilmişdi. Ermənistan silahlı qüvvələrinin Xankəndi şəhərini işğal etməsi nəticəsində 10 mindən çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb. Hazırda onlar Respublikanın 40-dan çox rayonunda pərakəndə şəkildə məskunlaşıb. Xankəndi Azərbaycanın müxtəlif sahələrində böyük nailiyyətlər əldə etmiş, öz fəaliyyəti ilə Respublikanın adını həmişə ucaltmış, elm, təhsil, mədəniyyət, ictimai xadimlər və tanınmış şəxsiyyətlər yetişdirmiş şəhərdir. Bunların sırasında Klassik Tar Məktəbinin şərəfli nümayəndəsi Haqverdiyev Məşədi Zeynalan, biologiya elmləri doktoru Zəhra Şaxtaxcinskayanın, fizika riyaziyyat elmləri doktoru Vidadi Əliyevin, əməkdar müəllim Qaçay Məmmədovun, tibb sahəsində Mirvari Tağıyevanın, Mübariz Allahverdiyevin, əməkdar mühəndis Kamil Xudiyevin, Respublikanın xalq artisti Fəxrəddin Manafovun və onlarla digər şəxslərin adlarını qeyd etmək olar. 2012-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər planı haqqında sərəncam imzaladı. Həmin sərəncama uyğun olaraq 2013-cü ildə Sabunçu rayonunun Ramana qəsəbəsində 300 yerlik bütün standartlara cavab verən yeni məktəb binası tikilərək istifadəyə verildi. Sağ olsun prezidentimiz 4 nömrəli məktəbim üçün təzə bina tikdirib, oranı təşkil eləyib, müəllimlərlə təmin olunublar, uşaqlar da yığılıb, kəndin ətrafında da qaçqınlara qəşəng evlər verilib, o evlərdə yaşayırlar, arzum budur, Allah ona sağlıq versin, can sağlığı versin, atasına da rəhmət oxuyuram. Çox sağ olsun, mən ondan çox razıyam. Qaçqınlara yardım edir. İşığımız müftə, suyumuz müftə, o telefonumuz müftə. Nə lazım olsa bizə kömək eləyir. Pensiyanı artırır filan qədər. Sağ olsun, bizi də aparsın, təzədən torpaqlarımız alınsın. Öz torpağımıza, öz vətənimizə gedək. O gözəl Qarabağda yaşayaq. Şuşanın gözəl İsa bulağında sərin suyundan içək, Xankəndinə gedək. Bundan başqa, Gəncə şəhərində Xankəndi şəhər Natiq Şahmuradov adına Kərkicahan qəsəbə tam orta məktəbi fəaliyyət göstərir ki, bu təhsil müəssisəsi də savadlı, vətənini, dövlətini, xalqını sevən perspektivli nəsillər yetişdirir. Ümumiyyətlə vurğulamaq lazımdır ki, Xankəndlilər Azərbaycançılıq ideyalarını həmişə uca tutan, vətən, dövlət, xalq üçün əlindən gələni əsirgəməyib, canlarını fəda edən insanlar olub. Bugün Respublikanın müxtəlif rayonlarında məskunlaşmasına baxmayaraq, gənc Xankəndlilər öz doğma şəhərlərinə qayıtmaq üçün bir yumruq kimi çalışır, hərb sənətini yiyələnmək məqsədi ilə milli ordu sıralarında xidmət edir və hərb təmayüllü təhsil müəssisələrində peşkarlıq səviyyəsini artırır. Bugün hər bir Xankəndli bir arzu ilə yaşayır.
və onun gerçəkləşdirilməsi uğrunda savaşır. Bu arzu Azərbaycan bayrağını Xankəndini də dalğalandırmaqda. Tarixi amillər, beynəlxalq hüquq normaları, siyasi amillər və iqtisadi hərbi gücümüz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində, ədalətli həll edilməsində öz sözünü deyəcək və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı dalğalanacaqdır.